Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve alihi tayyibine tahirin. La'nud daim ala adaihim minel an ila qiyavmi yevmiddin. Allahümme accil li velikel ferac vel afiyete vel nasr. İnsanın həyatında önəmli olan bir neçə şey var ki, biri onun gəncliyidir, digəri isə onun sağlamlığıdır. Bu önəmlilərin, bu iki önəmli için üçüncü daha bir önəmli bir şey, mövzu var, konu var ki, insan ona daha çox ihtiyacı var. O da zamandır. Yıl, sənə, ay, həftə, gün, saat, bunlar hamısı bir zamandır. Və insanın qayd olunan o iki önəmli konu ki, biri sağlamlıqdır, biri gənclikdir, bu zamanın içindədir, içərisindədir və insan öz gəncliyin, öz sağlamlığın bu zamanda, zamanın daha doğrusu hansı bir mərhələlərində, hansı bir hissələrində keçirdir. Axır zamanın bir özəlliklərindən biri budur ki, Həzrəti Ali aleyhisselam buyurur ki, axır zamanda il, ay, həftə, saat, gün öz bərəkətini əldən verər. Yəni, yılın da, ayın da, həftənin də, günün də bərəkəti əldən gedər. Əgərləri bu konuya biz diqqət etsək, doğrudan da görərik ki, bugün mübarək Ramazan ayının 17-sidir. Bu 17 gün nasıl getdi, biz bilmirik, hiss etmədik. Öncəki illərlə müqayisə etdikdə görürük ki, doğrudan da günlər sürətlə aradan gedir. Və Həzrəti Əmirül-Müminin Ali aleyhisselam buyurur ki, bir il sanki bir ay olar, bir ay sanki bir hafta olar, bir hafta sanki bir gün kimi ötüb keçər. Bizim də zamanımız, insan zamanı, insan ömrü də olduqca çox bir qısadır. Və digər bir rəvayətlərdə ki, buyurulur ki, fürsətlər ildırım surəti ilə gələr, qarışqa yerişi ilə gələr, ildırım surəti ilə gedər. Biz bu fürsətdən gərək nə qədər bacarırıqsa daha fazla istifadə edək, daha biz ondan möhkəm yapışaq. Allah Təbarək Teala'nın Həzrəti Muhammed Salavatullah aleyhi və səlləm onun hörmətinə, ona olan məhəbbətinə və Allahla Peyğəmbər Əfəndimizin arasında olan o bağlılığın və o bağlılıq Peyğəmbərimizin yücə mənzilət məqamı səbəb olub ki, Allah Teala bu Ramazan ayını, bu orucluq, Ramazan ayının orucluğunu, daha doğrusu bu ümmətə böyük bir nemət qərar verib, böyük bir nemət. İmam Baqir aleyhisselam buyurur ki, baxın, o bizim başımızın üzərində yazılan ayədə, ayənin önündə buyurur ki, oruc ibadəti konusunda söhbət gedir. Oruc ki, sizə yazıldı və nasıl ki sizdən öncələrə yazılmışdı. Bu konu orucluğun kəndi ibadətindən, orucluğun özündən bəhs edir. Və İmam Baqir aleyhisselam buyurur ki, oruç tutmaq hər bir zaman var idi.
Amma Ramazan ayında oruç tutmaq yalnız Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə qədər peyğəmbərlərə, rəsullara aid olan bir özəl ibadət idi. Onların ümmətləri isə digər aylarda, digər zamanlarda oruç tutardılar. Ramazan ayında deyil. Allah Teala Peyğəmbərin ümmətinə, yəni bizim Həzrəti Peyğəmbər Muhammed sallallahu ümmətinə o peyğəmbərlərə Ramazan ayında vacib olunan orucu vacib etdi. Bir konu oruc ibadəti haqqındadır, bir konu da Ramazan ayının orucu. Bu Allahın bizə böyük nemətidir. İmam Aleyhisselam ardıca bu rəvayətin buyurur ki, bu cəhətdən Allah Hz. Muhammed ümmətini peyğəmbərlərlə bir cərgədə qərar verdi. Allah peyğəmbərlərinə, rəsullarına ən gözəl hədiyyələri ikram etmişdi. Və o hədiyyələrdən birini də Hz. Muhammed sallallahu ümməti Ramazan ayının orucudur. Bizə Allah ikram etmişdi ki, şimdi Hacı Ağa o Ramazan ayının duasındaki dedi ki, "Hada şəhrun azzamtahu və kərrəmtahu və şərrəftahu və fazzaltahu aləş-şuhur." Yəni ay, bu ay elə bir aydır ki, yəni zaman, ay zamandadır. Və bu zamanda olan fürsətdir ki, Allah Teala məhz bu zamanı ki, bir aydır, 29 və ya 30 günlü və bu zamanın içində olan haftalar, günlər, saatlar, dəqiqələr bütünlüklə digər aylardan həm əzəmətlidir, həm fəzilətlidir, həm kəramətlidir, həm şərafətlidir. Və bu fəzilət, kəramət, şərafət və bütün bu qayd olunanlar o insanlar içindir ki, o insan özü iqrar eləyir dili ilə ki, bu bir ayda sən mənə orucu farz olaraq qərar verdin. Farz olaraq. Odur ki, biz bu ayın saatlarının, günlərinin bu dönəmdə ki, bizim, mən demirəm tam biz axır zamanın dönəmin yaşayırıq, amma ən azından o verilən xəbərlərə və bizim dinimizin mənbəyində gələn xəbərlərə istinadən biz görürük ki, ən azından biz axır zamana tərəf gedirik. Hər nəfəsimiz bizi axır zamana tərəf aparır və olan bu fürsətin qədrin bilək və əldən verməyək və daha çox, daha fazla istifadə edək. Allaha and veririk İzzət-i Cəlalına. Allah bizim qalan ömrümüzə, günümüzə xeyir, bərəkət versin. Ömrümüzü xeyirsiz, bərəkətsiz qərar verməsin. Hər nə qədər insan öz zamanında qazandısa, onundur. Öz kəndinin halına ayaq üstəykən ağlaması və öz kəndinin qayğısına qalması bizim öhdəlimizdə olan bir dənə fürsətdir. Allah ibadət, itaət, dualarınızı və bütün xayr əməllərinizi gözəl vəcihdə bu ayın hörmətinə hamıdan qəbul etsin. Peyğəmbər və ali Peyğəmbərə səlavat hədiyyə edək.